Deməli dostlar, hər birinizi salamlayıram. Bildiyiniz kimi mən Mehman Rəhmanoğlu. Deməli dostlar, bəzi insanlar bizə sual verir ki, Mehman bəy, bir ekstrasens olaraq Rusiya-Ukrayna arasında olan müharibə haqqında proqnoz verəsiniz. Baxın, 2017-ci ildən bəri Rusiya-Ukrayna arasında olan müharibə haqqında biz dəfələrlə proqnoz vermişik və hətta belə 2026-cı ilə qədər uzanacağıyla bağlı bir ekstrasens olaraq proqnoz vermişik. Bəziləri sual verir, Mehman bəy, Rusiya-Ukrayna arasında olan müharibə, qalibiyyət kimdir? Baxın, mən bir ekstrasens olaraq demək istəyirəm ki, qalibiyyət Rusiyanındır. Bəzi ölkələr Ukraynanın yanında olsa belə, heç bir nailiyyət Ukraynaya əldə edə bilməyəcək. Qalibiyyət Rusiyanın olacaq, 2026-cı ilə qədər bu müharibə uzanacaq və Rusiya qalib olacaq.